Satılanlardan qat-qat ləzzətli sweet chili sosunu evdə hazırladım. Evdə olan ərzaqlarla cəmi 15 dəqiqədə düz 1 litr sweet chili sosum oldu. Görünüşündən ləzzətini, dadını təsvir etmək olur, hazırlamaq isə olduqca asandır. 2 bolqar, 2 qırmızı biberi, bir dənə isə acı qırmızı biberi gördüyünüz formada, əl rondosunda və ya əldə ən xırda formada doğrayırıq. Biberlərin boyutu videoda gördüyünüz formada olmalıdır. Sarımsağı da eyni formada rondodan keçirirəm, ərzaqların miqdarını postun altına qeyd etdim. Qazana biberləri, sarımsağı, şəkər tozu, duz və su əlavə edib bişmək üçün ocağa alırıq. Vamodda qaynamasını gözləyirik, üzərinə yığılan köpükləri götürürük. Biberlər bişdiyi zaman sirkəni əlavə edirik. 10 dəqiqə bu formada qaynadıqdan sonra nişastanı suda gördüyünüz formada açıb biberlərin üzərinə əlavə edib qarışdırırıq. 3 dəqiqədə belə qarışdırdıqdan sonra artıq hazırdır. Artıq hazırdır. Türklər demiş kıvamını da videoda görürsünüz. Sosum hazırdırsa əlbəttə ki tez vaxtda xırç-xırç patlıcan salatı hazırlayacağam. Hazırlayacaq olan hər kəsə nuş olsun.